Salam aleykum. Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Buzovnada təcili olaraq 3 sot yarımın içərisində gördüyünüz bu bağ evi təcili olaraq satılır. Ümumi sahəsi 140 kvadratdır, 4 otaqdır, yeni təmirdən çıxıb və gördüyünüz bu besetkadan belə dənizə panoraması var. Bir mərtəbədir, hündürdə yerləşdiyinə görə çox gözəl panoraması var və ərazinin çox gözəl də havası var. Həyətyanı sahəsidir, tam şəraitlidir, ağaçlar, dekorativ və meyvə ağaçları əkilib. Burada da besetkasıdır. Gəlin çıxaq besetkadan sizə panoramasını göstərim. Hündür olduğuna görə görünüş də çox əladır. Sənəd paket kupçadır, bütün tam təmirlidir. Bütün kommunal xidmətlər hamısı çəkilib, qazı, suyu, işığı daimidir, kanalizasiya xətti çəkilib. Burada manqalnisi də var və həyəti də tam şəkildə ətrafına fırlanmaq olur. Qonşularla da heç bir tərəfdən həyət görsənmir. Həyətində avtomatik açılan qapılar və arxa hissədə bir dənə sanitar qovşağı, yer tamid. Gördüyünüz kimi evin də kənarları ağlay vurub, pəncərələr keyfiyyətli pəncərələrdir. Daxil olaq, indi isə evin daxilində sizə göstərim. Əsas girişində gördüyünüz kimi qapısı çox keyfiyyətli, hündür bir qapı qoyulub. Qıraqları da kabançiklə üzlənib. Birinci mərtəbə yer keramogranit stipoldur. Daxil olan kimi koridoru ümumi sizə göstərək. Baş tərəfdə hamam otağıdır, hamam da stipoldur, mətbəxi də stipoldur. Stili sistemi də kombidir. Ümumi 3 yataq otağı, bir qonaq otağından ibarətdir. Bu hissədə şkaflar yığılıb, 4 qapılı eyni qaydada şkaflardır. Gəlin mətbəxini göstərim. Mətbəx mebeli yığılıb, qaz peçidi qoyulub, aspirator qoyulub və mətbəx mebeli tam tavana qədər yığılıb. Evin də hündürlüyü təxminən 350-yə yaxındır. Mətbəxdən də belə dayananda bir dənə panoraması göstərək. Elə oturan hissədə də dənizi görə bilərsiniz. Dəyərli izləyicilər, sənəd kupça olduğuna görə ipotekaya da salıb bu evi ala bilərsiniz. Keçək sizə digər sahələri göstərdim. Bu hissədə qonaq otağı yerləşir. Qonaq otağının təxminən 35-40 kvadrat sahəsi var. Ev hündür olduğuna görə çox işıqlı və gözəl görsənir. Qonaq otağında TV stent yeri yığılıb, pərdələr quraşdırılıb və TV stent yeri də tam tavana qədər yığılıb, altında da şkafları qoyulub. Gəlin keçək sizə digər sahələri göstərdim. Bu hissədə növbəti yataq otağıdır. Daha sonra üzbəüz növbəti bir yataq otağı. Gəlin zəhmət olmasa, bütün yataq otaqlarının qarşısında pəncərələri proyekti tam skvaznoydur.